Fəxrəddin müəllim, daha sonra atəşkəs oldu. Biz bu sivil insanlar da, arxa cəbhədə olan insanlar həmişə sadəcə eşidirdik ki, düşmən mövqeyi bu qədər pozdu, biz cavab atəşlə susturduq. Amma reallıq biraz daha fərqli olub. Yəni bu qalibiyyətdən sonra da hiss olunur, bilinir. Yəni sadəcə orada qarşılıqlı güllə atəşləri olmayıbdı, daha ciddi əməliyyatlar olubdu. Biz sizdən də eşitmək istəyirik, hansı ki siz orada ən yaxın hissədə olmuşsunuz ki, sizin əsgərlərinizin bir də Raquf Orucov olub. Onların keçirdiyi əməliyyatları, həmin o atəşkəs dövründə baş verən hadisələri də biraz sizdən eşitmək istəyirik. Ateşkes elan olanlarından sonra ona baxmayaraq kəşfiyyatlarımız da işləyirdi. Siz burada bir psixolojik fakt var idi ki, nə? Biz torpaqları itirmişdik. Ateşkes elan olundu, biz çox şeylə razı deyil. Ateşkəs dövründə hətta girov götürmək məsələləri də olubdu. Siz Raquf Orucovun komandiri olmuşsunuz həmin dövrlərdə. Onun hətta bir generalın oğlunun girov götürdüyü də deyilir. Raquf Orucov əsli Ağdamdan idi. Bəli. Siz bilirsiniz ki, 92-ci ildə anası kənddən çıxarkən uşaqları xilas eləmək istəyirdi. Ermənilər minəmətdən ateşə tutdu və Raqufun anası şəhid oldu. Bəli. Allah ona rəhmət eləsin. O gün Raquf dedi ki, mən olacağım hərbiçi, zabit. SSR-in dövründə bilirsiniz, 90-cı ildə o Uzbekistanda qulluq elədi. SSR dağından sonra o qayıtdı. Bir qısa müddət Ağdam taburlarında vuruşdu. Ondan sonra da daxil oldu Ali Ümumi Qoşun məktəbinə. Və orada 2 il oxudu. Ondan sonra da 2 il leytenant verildiler və ateşkəsdən sonra gəldi o. Bəli. 95-ci ildə. Mən onu təyin elədim kəşfiyyat dağım komandiri. Avqustun 13-ü yay vaxtı, amma bilirsiniz dağlarda tumandı. 7 nəfərdən ibarət bir dənə çavuş və 6 dənə əskər posta qalxarkən güclü bir tuman idi. Bunlar yolundan azdılar. Düşdülər Kəlbəcər kəndin birinə və çavuş başa düşdü ki, bunlar azıb yolunu. Dedi ki, siz burada gözləyin, mən gedim kəşf eləyim. Getdi, ermənilər də onu tutdular. Onlar həyəcan komandasını verdi bütün postlara ki, Azərbaycanın kəşfiyyatı gəlib. Əskərlər də gördülər ki, çavuş gəlmir, yavaş-yavaş başladılar geri qatmağa. Ona baxmayaraq gəldi, düşdülər ermənilərin postuna. Düşdülər ora. İsabası gün mənə də xəbər, mən də bizim işçilərimiz axtarırlar, harada xəbər ermənilər göndərdi ki, bəs bizdədir. Uzun müddət olmasın, bir hardası bir həftə mən onlarla söhbətlər apardım, danışıq apardım. Bunlar 6 nəfəri mənə qaytardılar. Amma çavuşu dedilər ki, çavuş Şuşa şəhərindədir. Orada həbsxanada. Həbsxanada, özdə Sovet dövründən orada həbsxana var. Bəli. Onu biz verənmərik sizə. Mənə icazə aldı, sağ olsun ulundarımız, Allah rəhmət eləsin. Bu icazə verdi. Mən də kəşfiyyat bölüyün zabitlərini çağırdım. Birin deməli Raquf Orucov idi. O birisi də Novruza. Sol istiqamətdən, sağ istiqamətdən 11 nəfərdən hər qrupu ibarət uşaqlar getdilər. Sol istiqamət getdi, bir dəfə qayıtdı. Heç nə alınmadı, ikinci dəfə getdi, qayıtdı, alınmadı. Amma Raqufun qrupu, bunlar getdilər, nəinki Qarabağ zonası, bunlar getdilər Ermənistanın Vardəniz rayonuna, Sevan gölün qırağına. Bilirsiniz, burada yalnız qəhrəmanlıqdan danışmaq lazımdır. Qorxmamızdan danışmaq lazımdır. 11 nəfər getdi və birisi o vaxtı dağlıqdır, rabitə də tutmur. Telefon yox idi, mobilini bəlkə tutardı. Onlar getdilər, 10 gündən sonra 3 nəfəri gətirdilər. Mən bilmirəm nətər, deməli, qarşı duran düşmənlərimiz sabahsı gün mənə zəng elədi ki, bilirik səndədir, sən bunları gəl dəyiş. Əvvəl dedilər ki, 3 nəfərə,
Sonra dedilər ki 5 nəfərə. Mən də bilirsiniz hərbiçiyəm. Öz müdafiə nazirimi tabıyam. Onu zəng elədim dedim. O da dedi ki sən danış, əgər 30 nəfər verirlərsə biz dəyişərik. Mən bu səfər mənim 30 nəfər verməzdələr. Bu 3 nəfəri Raquf Orucov gətirən deməli 3 nəfəri zəng elədim cənab nazirə, dedim Səfər müəllim, nə oldu bu ermənilər 3 nəfər? Dedi ki, mən bilmirəm, mən təhvil vermişəm Milli Təhlükəsizlik naziri. Bax, biz belə əməliyyat eləmişik. Əsas odur ki, əskərlər bildi ki, biz heç kimi elə-belə əsirə düşən əskərləri qoymarıq, axırı kimi dövlət də təsəvvür edin ki, bu əməliyyatda Ulu Öndardan tutmuş Müdafiə naziri Səfər Əbiyev, sonra korpus komandiri Ramaldanov şair hərdən bir televizorda çıxış edir. Ondan sonra biz bu əməliyyatı keçirdik. Mən istəyirdim o vaxtı Raquf Orucu. Mən təqdimatı göndərdim. Bilmirəm nəsə. Müdafiə nazirliyində onun birindən mükafat vermədilər ona. Amma bilirsiniz, mən 96-cı ildə uşu gəldim Bakıya şəhərə. Raquf qaldı orada, qulluq elirdi. Ondan sonra dəfələrlə getmişdi kəşfiyyətə, o tərəfə. Onun da adını qoymuşdular Murovdov Qartalı. Murovdov Qartalı bu dəfələrlə getmiş. Özdə bilirsiniz, bu çox ciddi bir zabit idi. Mənə əskərlər danışırdı ki, bezdi posta durarkən birdən ruh kimi gəlirdi sakitcə Raquf. Biraz da çəkinirdik də, qaranlıqdır da. Gəlirdi, tapşırığını verirdi, elə də ruh kimi də birdən itirdi. Demirdi ki, mən getmişəm də. Çox maraqlı bir zabit idi. Onun, belə deyim, böyük gələcəyi var idi. Mən inanıram, general da alardı. Bilirsiniz də o brigada komandiri də oldu. Ondan sonra bu kəşfiyyat bölüyün şöbənin rəisi oldu. Həmən bu Talış döyüşlərdə elə kəşfiyyat onun kəşfiyyat şöbənin rəisidir. Eyni zamanda o söhbət gedirdi. Onu istəyirdilər Piriküşgüldə yerləşən brigada təyin eləsinlər. O da heç vaxt arxa cəbhədə qulluq eləməyib, razılığını da vermirdi. Bəlkə razılığını versəydi elə də olmazdı. Nəsə, Allahın işidir. Allah ona qəni-qəni rəhmət eləsin. İndi də onun yoldaşıdır, 2 dənə oğlu var. Allah canlarını sağ eləsin. İndi atasının yolunda getməsə, amma bunlar fəxr edirlər ki, belə ataları var. Mən də fəxr edirəm ki, bax, çox maraqlıdır. Onlar 2 nəfər gəldi. Allah onlara qənim. Bir Raquf gəldi, bir də Polad Əşimov. Bunlar ikisi də kiçik leytenant rütbəsində gəlmişdir mənim briqadıma. Hər ikisinin komandiri. Hər ikisinin komandiri olmuşam. Demirəm ki, mən nə bilim, amma təməlin, zabitin təməlin mənim dövrümdə onlar keçirlər. Ona da görə mən fəxr edirəm. Eyni zamanda Allah rəhmət eləsin ikisi də. Raquf Orucovun daha sonraki kəşfiyyat işlərinə xəbəriniz oldu mu sizin? Bilirsiniz, mən açıq deyim, mən sıx əlaqədə deyildim, mən eşidirdim. Uşaqlar gəlirdi, 102, bizim hərbi hissə 172 idi. İndi də var, Kəlbəcərdədir. Deməli, orada əskərlərimiz, zabitlərimiz kim məndən qulluq eləyib, gəlib danışırdı. Mən soruşurdum, bilirsiniz, soruşurdum, Raquf neyinir, o birisi neyinir, o birisi neyinir. Deyirdilər ki, bəs belədir, komandir. Dəfələrlə olub, erməni tərəfində orada, neçinə erməni tutub gətirib, bilmirəm, dəqiq onları, amma kəşfiyyatı gedir. Bilirsiniz, kəşfiyyat çox bir çətin bir peşədir, kəşfiyyatçı. Ora keçmək üçün bütün yolları bilməlisən, minalanıb yoxsa yox. Əgər minalanıb, onları çıxartmaq lazımdır. Gedib o tərəfdə kəşf eləyirsən, düşmənlərin postları hardadır. Onun da yanından bilirsiniz də, Raqufdan əvvəl bir il, deməyəcəm hansı hərbi isə kəşfiyyatı getdi, düşdü ermənilərin, belə deyil, zasadıya nətər deyim, yollardan biri sağ qaldı, çıxdı.
7 nəfər idi. Mühasirəyə düşdülər. Də onları elə bil ermənilər gözləyirdilər. Bilmirəm, hansı səhvə yol buraxmışdılar, nəsə. Belə oldu. Çətindir. Amma Raquf nə qədər getdi, bir dənə belə hadisə olmadı. Əsl kəşfiyyatçı idi. Bunun qanunda var idi yəqin. Tak ki, belə, nə bilim, valla. Raquf Orucovda, həm də generalımız Polad Əşimovda biz baxırıq ki, o daha çox humanist hisslər var, insanlara yaxın hisslər var. Qorxu var, ona görə kəşfiyyatı da gedəndə, yadınızdadır o Sovet dövründə Место встречи изменить neyəcə kino var idi. Onu deyir ki, kəşfiyyata gedirdim, qorxmurdum, amma burada nəsə bundan qorxuram. Hamı qorxurdu, hamı qorxurdu. Eyni zamanda döyüş vaxtlarda bizim əskərlərimiz öz qəhrəmanlığını göstərdilər, öz həyatindən keçdilər. Fəxrəddin müəllim, yaşayan milli qəhrəmanlarımızdan birisiniz. Bu, yəqin ki, konkret bir his kimi ifadə eləmək olmur bunu. Yəni, mən hazırda qarşımda bir milli qəhrəman duranda mən belə qərb oluram. Necə bir hissdir o, yaşayan milli qəhrəman olmaq hissi? Adam bir sam elə bir nəsə görür ki, bir ical adamı yox, bizim də səhvimiz də var, bizim də nə bilim, öz problemlərimiz də var. Yaşayırıq da, bir simvol kimi ola bilər. Düzdür, siz bilirsiniz ki, Azərbaycanın 230 milli qəhrəmanı. Onun cəmi cümlətən 15 nəfər idi. Birində Şahini bir ay yoxdur. Gəldi, gətirdilər, dəfn elədilər. 14 nəfər qalmış. 14 nəfər sağ olsun dövlət. Görürsünüz, siz də məni çağırırsınız. Baxır, biz müharibədən danışırıq. Bunu bizim cavanlarımız baxıb, ruhlanır, istəyir, orduya da geçsin, qulluq eləsin, vətən keşiyində dursun. Bu ideologiyadır. Onu da lazım da eləmək. Edirsiniz, çağırırsınız, əcəb bilirsiniz.